Anatomiyaya 3 sahədən ibarətdir. İdraki sahə, affektiv emosional və psixomotor sahə. İdraki sahə Anderson və Krausol 2001-ci ildə yaratmışdılar. Bunu həm də Benjamin Bloom adı verilibdir. İdraki sahə elə bil ki, ətraf aləmin dərk edilməsi deməkdir. 6 mərhələdən ibarətdir. Xatırlamaq, anlamaq, tətbiq, təhlil, dəyərləndirmə və yaratmaq mərhələsi. Xatırlamaq mərhələsi deyəndə o nəzərdə tutulur ki, bu biz bilik mövzusunda keçmişdi, əlaqəli formada deyəcəm. Sanki faktoloji bilikdir. Yəni bizim əzbərimizdə dayanan, xatırladığımız biliklərə deyilir xatırlamaq mərhələsi. Tam mən sizə şəkil göstərirəm. Deyirəm bu məsələn hansı yazıçıdır və yaxud da ki, müstəqillik günün nə vaxtı, Yeni il bayramının nə vaxtı, Şuşa nə vaxt işğaldan azad olunub, siz bunları xatırlamasanız deyə bilmərsiniz. Yəni sırf əzbərinizdə olan biliklər xatırlamaq mərhələsi adlanır. Anlamaq, başa düşmək, nəticə çıxarmaq, ümumiləşdirmək, qruplaşdırmaqdır. Yəni bir şeyi başa düşürüksə, qavrayırıqsa, anlayırıqsa, bu olur anlamaq mərhələsi. Anlamaq mərhələsindən şagird nəticə çıxara bilər, öz sözlərinin izah edə bilər, məna verə bilər. Eynilə deyərdim ki, konseptual biliyə oxşur anlamaq mərhələsi. Çünki orada da ümumiləşdirmə, qruplaşdırma, təsnifat, kateqoriya kimi mərhələləri var idi. Yəni yeni biliklə elə sanki xatırlamaq mərhələsində olan faktları əlaqələndirir. Yəni məna kəsb edirsə, yeni bilik arasında əlaqə qurmaq deməkdir. Bu mərhələdə dediyim kimi konseptual biliklə əlaqəli. Həmişə yox, amma əsasən konseptual biliklə əlaqəli olur. Tətbiq mərhələsi bu mərhələ problemi həll etmək üçün prosedurların ardıcıllığı deməkdir. Yəni bu mərhələdə mütləq ki tətbiq olmalıdır, yəni hərəkət olmalıdır. Bir işin icrası var. Baxın, tam icra edirik, yerinə yetiririk, həyata keçiririk. Mütləq hərəkət edirik də. Hərəkət yoxdursa tətbiq etmək mərhələsi yoxdur. Təhlil etmək isə əlaqələndirməkdir, fərqləndirməkdir, ayırd etməkdir, sual müəyyənləşdirməkdir. Baxın, belə bir söz var. Müəllifin mövqeyini müəyyənləşdirirsə təhlil etmək, öz mövqeyimizi müəyyənləşdirirsə dəyərləndirməkdir. Baxın, bu nə deməkdir təhlil etməkdə? Baxın, tam deyir ki, müəllifin fikirlərinə münasibət bildirir. Müəllifin fikrinə münasibət bildirirsə təhlil etmək. Əsərə münasibət bildirirəmsə, olur dəyərləndirmək. Çünki öz fikrim və yaxud da hadisəyə münasibətimi bildirirəmsə, olur dəyərləndirmək. Dəyərləndirmək qiymət verməkdir, mühakimə etməkdir, müdafiə etməkdir. Sanki bir şeyə qiymət verirsiniz, onu dəyərləndirirsiniz də, ərsəyə gətirirsiniz, müdafiə edirsiniz. Yaratmaq mərhələsi isə ən ali mərhələdir. Burada layihələr hazırlamaqdır, təkliflər irəli sürməkdir. Tam deyirəm ki, ölkəmizdə yolların yaxşılaşdırılması üçün hansı fikirləri irəli sürərdiniz? Və yaxud da ki, təbiəti qorumaq üçün, ağacları qorumaq üçün hansı fikirləriniz var? Deyirəmsə, yəni fərqli bir iş ərsəyə gətirsə, olur yaratmaq. Deyirəm ki, və yaxud da bir nümunə verirəm ki, əsərdəki tutam ki, Məlik Məmmədə münasibətiniz necə oldu? Sən Məlik Məmmədə öz münasibətini bildirirənsə, olur dəyərləndirmək. Müəllifin Məlik Məmmədə münasibəti necə oldu deyirəmsə, olur təhlil etmək. Deyirəm ki, məsələn, uşaq misalları həll etdi, olur tətbiq etmək. Daha sonra ola bilər ki, deyirəm, əsərdə buraxılmış sözləri yerinə olur anlamaq. Manna dövləti nə vaxt süqut etdi və yaxud da Üzeyir Hacıbəylinin doğum tarixi nə vaxtı olur xatırlamaq mərhələsi. Bu olur ən birinci idraki sahəmiz. Emosional affektiv sahə isə bu idraki sahədəki şərtlər biliklərə əsaslanaraq bacarıqları formalaşdırması deməkdir. Burada öyrənmə prosesinin 3 sahəsini əlaqəli şəkildə tətbiq zaman formalaşır. 5 mərhələdən ibarətdir. Qəbul etmə, cavab vermə, dəyərləndirmə, təşkil etmə, xarakterizə etmə. Qəbul etmə odur ki, dinləməyə əsaslanır. Yəni bir şeyi informasiyanı qəbul etmək, onu həvəslə, diqqətlə dinləyirsinizsə, başa düşürsünüzsə, nəticə çıxara bilirsinizsə, olur qəbul etmə. Yəni qəbul etmədə əsasən necə deyim, dinləmə mütləq olmalıdır ki, qəbul etmə mərhələsi formalaşa bilsin. Baxın, tam mən sizə dərsi izah etdim, daha sonra ev tapşırığı verdim. Siz yenidən qrupda yazıb soruşursunuz ki, müəllimə evə nə verdi? Demək, sizin dinləməniz zəifdir ki, mənim dərsdə dinləməyibsiniz ki. Məsələn, yenidən qrupa yazıb soruşursunuz ki, müəllim ev tapşırığı nə vermişdi? Bu olur qəbul etmə. Qəbul etmədə mütləq dinləmə olmalıdır. Yəni, necə deyim, mütləq dinləməlisiniz də, belə deyim. Mütləq eşidib,
nəticə çıxarmaq lazımdır. Cavab vermə mərhələsində aktiv iştirakdır, sual-cavabdır, uşaq qaydalara əməl edirsə, dərsdə aktiv iştirak edirsə, məsələn, müəllim şagirdlərə sual ünvanlayırsa, dərsdə şagirdlərin aktivliyini artırmaq üçün sual-cavabdan iştirak edirsə və yaxud da ki, bir uşağın danışma qabiliyyəti o qədər də yüksək deyilsə, bu da olur cavab vermə mərhələsi. Yəni, əsas münasibət fikrini sərbəst formada ifadə edə bilirsə, bu olur cavab vermə mərhələsi. Dəyərləndirmə odur ki, informasiyanı qəbul etmə və eksperiment ünsiyyət bacarığını formalaşdıran şagirdlər üçün özlərini dəyərlərlə müəyyənləşdirirlər. Yəni, həm burada şagird öz fikirlərini affektiv sahənin dəyərləndirməsindən fərqli olaraq, affektiv sahədə olan dəyərləndirmə münasibət bildirmə, fikir bildirmədirsə, burada dəyərləndirmə necə deyim, özünə və başqalarına haqq qazandırmaqdır, ədalət qazandırmaq. Və tam ki, məktəblərarası yarışa hazırlaşan zaman Əli dostu Fatimə və Hüseynə kömək etdi. Sanki kimsə ondan kömək istəmədən başqalarının yaxşı olması üçün də çalışırsan, başqalarına kömək edirsən, bu mənada da ən asan testlərdə bu formada tapa bilərsiniz. Təşkil etmə odur ki, özün üçün ən yaxşısını bilirsən. Məsələn, necə deyim, ayırd edə bilirsən. Tam ki, şagird uşaq dərsdə yorğunluğunu aradan qaldırmaq üçün ayağa qalxıb idman hərəkətləri görürsə və yaxud da ki, mövzunu öyrənmək üçün onun fərqli bir strategiyası varsa, eynilə metik aktivlik kimi deyərdim ki, özü üçün səmərəli olanı bilirsə, olur təşkil etmə mərhələsi. Xarakterizə etmə mərhələsi odur ki, sırf sənin xarakterin. Tam ki, Hüseyn hər səhər məktəbə gedərkən yoldakı hər kəsə salam verir. Bütün tədbirlərdə Fatimə şeir danışmaq üçün seçilirsə, hər zaman, hər gün, məsələn, daim sözləri gördüksə, xarakterizə etmə mərhələsinə götürə bilərsiniz. Psixomotor sahə isə fiziki bacarıqlar, yəni hərəkətlə əlaqəlidir. Bu sahədə 5 mərhələdən ibarətdir. İmitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya və təbiiləşmə. İmitasiya odur ki, bir videoya baxıb hərəkəti təkrarlayırsa olur imitasiya. Baxın, tam ki, canlı olaraq da, vizual olaraq görüb təkrarlayırsa imitasiya. Baxın, siz deyək ki, ananıza baxırsınız peçenya pişirməsinə, ananıza gördünüz peçenya necə pişir, o ardıcılıqla siz də ona baxıb peçenya edirsinizsə və yaxud da ki, YouTube-dan bir şkafı qatlama qaydasına baxırsınız, siz də eyni qayda həmin işi təkrarlayırsınızsa, bu olur imitasiya. Manipulyasiya odur ki, təlimat yazılı olsun. Baxın, tam evə bir dənə robot tosterunu alırsınız. Onu quraşdırmaq üçün içindən çıxan kitabçaya baxıb quraşdırırsa manipulyasiya. Üzülürsən, YouTube-dan video açıb baxıb quraşdırsanız, olacaqdır imitasiya. Manipulyasiya yazılı, şifahi formada baxıb təlimat göstəriş formasında bir işi hərəkəti yerinə yetirməkdirsə, imitasiya gözlə, vizual olaraq görməkdir. Baxın, video təlimat deyirsə, bu olacaq manipulyasiya. Sadəcə video sözü olarsa, olacaq imitasiya. Dəqiqlik odur ki, bir işi görən vaxtı tez-tez cəld məşq ediriksə, təkrarlayırıqsa, baxın, deyək ki, şagird yazı yazmaq, Word-də yazı yazmaq üçün evdə tez-tez məşq edir. Daha sonra, yəni bir bacarığı sürətləndirmək üçün hər zaman məşq edirsə, öz üzərində işləyirsə, bu olur dəqiqlik mərhələsi. Artikulyasiya odur ki, müxtəlif fəaliyyətləri birləşdirən zaman ardıcıl, dəqiqlik, sürətli yerinə yetirməyi tələb edir. Yəni, bir də vəziyyətə uyğunlaşma deməkdir artikulyasiya. Daha sonra artikulyasiyada pianoda musiqi alətlərində ifa etməkdir, taxtadan hər hansı bir əşya hazırlamaqdır. Yəni, sırf hazırlama bacarığı. Görürsünüz, bu mərhələdə hamısında mütləq tətbiq var, yəni hərəkət formalaşıbdır. Təbiiləşmə odur ki, ən ali bacarıqdır, avtomatikdir, yəni düşünülmədən tətbiq olunur. Təbiiləşmə mərhələsində səhvsiz və sürətli yerinə yetirmədir. Yəni, siz gördüyünüz bacarığı heç kəs yerinə yetirə bilmir. Heç kim o bacarığı, məsələn, həyata keçirə bilmir təbiiləşmədə.